Sələmçiliklə bağlı xəbərdarlıq Ali Məhkəmə vacib bir məlumat yaydı. Faizə borc verənlər, faizə borc götürənlər bu xəbərə diqqətlə qulaq assınlar. Məlumata keçməzdən əvvəl isə buradakı üstəgələ də toxunun ki, kanala abunə olasınız. Bəli, əzizlər, əgər faizə borc verirsinizsə, Ali Məhkəmənin tövsiyələrinə və xəbərdarlığından məlumatlı olmalısınız. Belə ki, Azərbaycanda qanunvericiliyə görə faizlə borc vermək qadağan deyil, amma bunun bir əmması və şərtləri var. Belə ki, Ali Məhkəmənin yaydığı məlumatda qeyd olunub ki, faizə borc verən şəxs və eyni zamanda alan şəxs mütləq şəkildə bunu müqavilə formasında göstərməlidirlər. Eyni zamanda müqavilədə verilən məbləğ, həmin məbləğə görə ödənilən faiz, faizlərin ödənilmə forması və cədvəli, yəni hansı qrafiklə ödənişlər olmalıdır, açıq şəkildə göstərilməlidir. Eyni zamanda verilən pul nağdsız şəkildə bank vasitəsilə verilməlidir. Əks təqdirdə iş məhkəməlik olarsa, bu zaman pulu verən şəxs məhkəmədə sübut edə bilməyəcək ki, qarşı tərəfə hansı məbləği, hansı faizlə verib. Hətta burada digər bir vacib məqam ondan ibarətdir ki, faiz verən şəxs bir neçə nəfərə faiz verirsə, bu zaman o sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş olur və bunun üçün mütləq şəkildə qeydiyyatdan keçməlidir. Əgər qeydiyyatdan keçmədən bir neçə şəxsə faizlə borc verirsə, bu qanunsuz fəaliyyət hesab olunur və onun barəsində müvafiq hüquqi addımlar atıla bilər.